Salam, mən Balayev Məhəmməd. Biz Mekafos komandası Beynəlxalq SAF 2025 İnnovasiya və Sahibkarlıq kateqoriyası üçün təqdimat edirəm. Bugün ağıllı xilas edici bot layihəsi sizlərə təqdim edirik. Bu layihənin əsas məqsədi boğulma təhlükəsi ilə üzləşən insanlara tez bir zamanda aşkar edib, onlara avtomatik şəkildə can simidi atmaqdır. Dünyada hər il minlərlə insan boğularaq həyatını yitirir. Xüsusilə ictimai yerlərdə təhlükəsizlik əməkdaşları hər zaman vaxtında reaksiya verə bilmir. Biz bu problemi həll etmək üçün ağıllı və avtonom bir sistem hazırladıq. Layihəmiz insan həyatını xilas etməyə yönəlmiş texnologiya vacibliyini göstərir. Salam, mən Fuad Məmmədli. Bizim robotumuz GPS koordinatlarıyla işləyir. Üzərində yerləşdirilmiş GPS modulu vasitəsilə boğulma hadisəsi baş verdikdə həmin şəxsin dəqiq koordinatlarını müəyyən edir və bu məlumatları dərhal gəmi ötürür. Koordinatları alan gəmi boğulan şəxsin yerinə doğru hərəkət edir və ona yaxınlaşaraq xilas prosesini həyata keçirir. Bütün sistem ağıllı qolbaq vasitəsilə idarə olunur. Bu qolbaq həm koordinat ötürür, həm də hadisə baş vergəndə sistemə siqnal göndərərək avtomatik müdaxilə imkanını təmin edir. Gələcəkdə bu sistem daha da təkmilləşdirilə bilər. Məsələn, kamera modulu əlavə edilərək mobil tətbiq üzərində idarə edilə bilər. İzlədiyiniz üçün təşəkkür edirik. İzlədiyiniz üçün təşəkkür.